Fənn üstü inteqrasiya nədir? Buna aydınlıq gətirmək istəyirəm. Niyə son vaxtlar verilən testlərdə, olan sınaqlarda, imtahanlarda layihə niyə fənn-üstü inteqrasiya götürülmür deyə müdavimlərə bir açıqlama vermək istəyirəm. Fənn-üstü inteqrasiya nədir? Biz nə demişdik? Fənn-üstü inteqrasiya həyatdan əlaqələndirmədir, düzdürmü? Deyirdik ki, müəllim şagirdləri götürür, aparır, yol keçirdirsə həyat bilgisi dərsində şagirdlərə yol keçmə qaydasını öyrədir. Deməli, həyatla əlaqələndirir fənn-üstü inteqrasiya. Müəllim şagirdləri götürür, aparır, məktəbin həyətində ağac əkirlər. Ağac əkirlər, bitki əkirlər. Yəni, uşaqlar bunu gözləri ilə praktik olaraq görürlər. Bu olur fənn-üstü inteqrasiya. Amma son zamanlar ARTİN sınağında, eyni zamanda sertifikasiya imtahana gedən müəllimlərə düşən suallarda nə deyir? Deyir, plan hazırla və yaxud da deyir, eləməlidir və yaxud da deyir, təsəvvür edin ki, yəni fənn-üstü inteqrasiya nəzərdə tutulur, amma reallaşmır. Əgər reallaşmırsa, bu fənn-üstü inteqrasiya ola bilməz. Çox xahiş edirəm, sualları oxuyanda diqqətli olun. Görün müəllim, fənn-üstü inteqrasiyanı reallaşdırırsa, uşaqlar həqiqətən də bu inteqrasiyanı reallaşdırırlarsa, nəzəri biliklərini praktik olaraq həyata keçirdirlərsə, bu zaman fənn-üstü inteqrasiya götürün. Yox, sadəcə olaraq bir tapşırıqdırsa, sinifdən kənara çıxılmırsa, bir plandırsa, layihənin hələ bir planı hazırlanırsa, hələ şagird nəyisə eləməlidirlərsə, bu fənn-üstü inteqrasiya olmayacaq. O zaman fənn-üstü inteqrasiya olacaq ki, şagird bunu neynəsin? Həyatda reallaşdırsın. Yəni, hər hansı bir praktikanı, hər hansı nəzəri biliyi praktik olaraq həyata keçirsin öz həyatında. Və buna diqqət eləsəz, inteqrasiyada səhvə yol verməyəcəksiniz.